Salam uşaqlar. Deməli, belə bir məsələyə baxacağıq. Bu məsələdə bizdə nə deyir? Deyir ki, ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Blok oxunda sürtünmə qüvvəsi və blokun kütləsi nəzərə alınmır. Bu məsələni necə həll edərik? Birincisi uşaqlar, biz məsələni həll etmək üçün təcil tapaq. Sonra da gərilməni tapacağıq. İndi mən gərilmənin də təcillə düsturların hardan, necə alındığını, Newtonun ikinci qanununu burada tətbiq edərək məsələni həll edəcəm. Birinci, təcili tapsam əgər, təcil bilirəm ki, A bərabərdir F əvəzləyici bölünsün M-ə. Bu cismin 6 kiloqram kütləsi var. Onda bu cismə təsir edən ağırlıq nə qədər olacaq? 60. Bu cismə nə qədər olacaq? 40. Aha, indi bu cismin hansının ağırlığı çoxdursa, deməli 60-ın ağırlığı. Bu cismin hərəkət istiqaməti belə olacaq, düzdür? Və burada əvəzləyici qüvvəni tapanda 60-dan 40-ını necəyik? 2 qüvvənin fərqini. Və böləcəyik M sistemin kütləsi. Sistemdə neçə kiloqram kütləli cisim var? 4 kiloqram və 6 kiloqram. 20, 20-ni də ona bölən neçə elədi? 2 metr böl saniyə kvadrat. İndi ipdə gərilməni. Biz bilirik ki, eyni ipdə gərilmə qüvvəsi ip boyunca özündən əks tərəfə doğru göstərilir. Eyni ipdə eyni nə var? Gərilmə qüvvəsi var. Düzdür? Bir də qaytar. Eyni ipdə eyni gərilmə qüvvəsi var. Bu ipdə də gərilmə qüvvələri eyni olacaq. İndi mən hər biri üçün, hər bir ipə baxıb ayrı-ayrılıqda gərilmə qüvvəsini yazacağam. Birinci mən bura baxıram. Bura üçün Newtonun ikinci qanunu yazsam nə yazacağam? MA bərabərdir. Hansı böyükdür? 60 T. 60 ağırlıq böyükdür. Onda yazacağam. 60 çıxılsın nəyə? T'yə. Buradakı kütlə neçədir? 6 vurulsun. A neçədir? Neçə aldığını 2 bərabərdir. 60-dan çıxacaq T'nin. Və buradan T'nin neçə alacaq? 60-dan da 12 çıxanda alacaq. T bərabərdir 48 Newton. Əslində burada 48 isə burada da ip gərilməsi 48 olacaq. Amma gəlin bura üçün də yazaq. Digər üçün yazsaq baxacaq 40. Burada da nə var idi? T. T böyükdür 40. Əgər cisim burada yuxarı gedirsə, demək hansı böyükdür? T. Deməli, yenə yazacağam. MA bərabərdir. MA bərabərdir. T'dən 40-a çıxacam. M neçə kiloqramdır oradakı? M2 daha doğrusu. M2 4. A 2. T çıxılsın 40-a. T neçə elədi? 48 Newton. Bu da məsələnin bir başqa Newtonun ikinci qanunu tətbiq eləməklə həll yolu. Sizin yazdığınız isə daha çox 2M1 M2 bölünsün M1 üstə gələ M2 vurulsun J'dir. Bu hazır bir düstur şəklində alınmış. Onu da tətbiq edəndə belə 2 vurulsun 6 vurulsun 4 bölünsün 6 üstə gəl 4 10 10. Buradan da 48-i alırıq. Amma bu həll yolu isə açıq sual düşən zaman və yaxud ətraflı düşən zaman bizim yazacağımız Newton qanunlarının tətbiq olunması ilə aldığımız ip gərilməsinin düsturudur uşaqlar. Belə, bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Hər iki yoldan da izah etdim.